ürək döyüntüsü belə təbiətdə dəyişir. İnsan təbiətdə necə özünü huzurlu, rahat hiss edir, əhval-ruhiyyəsi dəyişilir, gözəl, xoş bir hiss gəlir, nələrsə eləmək istəyir, həyata ümidi çoxalmağa başlayır. Bu yaşıl rəngin möcüzəsini bir tərəfə qoysaq, təbiət insanın bir ehtiyacıdır. Təbiətdə olan ətirlər, səslər, görüntülər, bir növ təbiət antidepressantdır, bir növ stres əleyhinə dərmandır. İnsan keçmişdə olanları düşünmək yerinə indiyə diqqətini verir. Yəni, ətrafında olanları sanki həqiqətən izləməyə başlayır və hiss eləməyə başlayır. İndi burada nə var, nə görürəm, nə eşidirəm? Günəş şüası serotonini artırır, təbiətdə gəzmək isə endorfini artırır və təmiz havada beyində oksigeni. Beləliklə, bir neçə dəqiqə təbiətdə gəzmək görün insanın bədəninə, ruhuna nə qədər xeyirlər verir.